Məsələdə deməli bizə dəmir və dəmir 2 OH qarışığı 142 qram verilibdir. Mən bunun birini X mol götürürəm, digərini isə Y mol götürürəm və kütlələri cəmləyirəm. 56x üstə gəlinsin. Deməli 160 Y bərabərdir 142 qram. Bu ilk öncə deməli dəmirimiz, bir də ferium 2 OH-umuzun kütləsidir. Daha sonra bizə deyir ki, məhsulun çıxımı 60%-dir. Burada hidrogenlə reaksiya daxil olan ferium 2 OH-dür ki, üstünə hidrogen gəldikdə dəmir metalına qədər belə deyək reduksiya olunur. 2 dənə dəmir əmələ gəlir. Biz buradan əsas bunlara fikir verəcəyik. Deməli əmələ gələn bərk kütlə 118,96 qram olubdur. Mən bunu 160 Y götürmüşəm. 160 Y-in praktiki çıxım 60%, o deməkdir ki, deməli 60% reaksiya daxil olub. Bunu tapıram. Eləyəcək 96 Y. Bu deməkdir ki, ferium 2 OH 96 Y qədər reaksiya daxil olubdur. Görək nə qədər dəmiri alınıbdır. Deməli yazıram 112 Y qədər alınır. Yəni 196-dan nə qədər alınacaq? Yazıram B. B buradan bərabər 67,2 Y qədər, deməli buradan dəmirimiz olacaq. Bunu yadda saxlayırıq. Və 160 Y qədər ferium 2 OH reaksiyadan 196 Y qədər reaksiya daxil olubsa, 160 Y-dən də 196 Y çıxırıq. 64 Y ferium 2 O3 olacaqdır. Deməli bizim son bərk qalığımız 118,96 qramın içərisində nələr olacaq? Başlanğıcda reaksiya girməyən 56x qədər dəmirim. Daha sonra bərk qalıq buradan deməli gördüyünüz kimi 67,2 Y qədər dəmir reaksiya sayəsində alınacaq və reaksiya daxil olmayan 64 Y qədər də ferium 2 OH. Bunların kütləsini 118 tam %96-ya bərabər edirəm. Buradan alırıq ki, deməli 56x üstə gəlinsin 131,2 Y bərabərdir 118,96-ya və yuxarıdakı 56x üstə gəlinsin 160 Y-lə bərabərdir 142-yə və buradan sistem tənlik gəlib tərəf-tərəfə çıxdıqda 56x-lər gedəcək. Deməli burada 28,8 Y, 142-dən də 118-dən %96-nı çıxsam 23,4. Y-in qiymətini tapıram. Deməli bunu da bölərik 28,8-ə. Y-imiz olacaq 0,8. X-i də gətirib Y-i yerinə qoysaq, X-i hesablayaq. X də bərabər olur. X-imizin də qiyməti olar 0,25. Deməli X və Y-i tapdıq. Bizə deyir ki, son bərk kütlədə dəmirimiz hansı idi? Baxın 67,2 Y dəmir. 67,2 Y idi. Bir də başlanğıcdakı 56x qədər reaksiya daxil olmayanım idi. Ferium 2 OH isə, deməli buradan artıq qalan ferium 2 OH-umuz var idi. 64 Y. Buradan da yazırıq 64 Y. Y və X-i yerə qoyuruq. Son kütlədə dəmirin kütləsi nə qədər olacaq? 67,2-ni vurarıq. Deməli bizim Y-imizin qiyməti 0,8-ə üstə gələrək 56-nı da vurarım. X-in qiyməti 0,25-ə. Bu eləyəcək 67,76 qram. 64 Y-imdə 60-ı da vurarıq. Y-in kütləsi 0,8-ə. Bu da eləyəcəkdir. Deməli 51,2. İndi bizə deyir ki, fərqi tapın. 67,76-dan da çıxarıq 51,2-ni. Cavabımız eləyər 16,56.